Qapıdan içəri girən kimi insan özünü başqa bir dünyada, başqa bir zamanda hiss edir və ümumiyyətlə burada qorunan bütün əlyazmalar hər biri bir dövrün nəfəsini, bir xalqın düşüncəsini daşıyır. Elə biz də bugün Azərbaycan dilindən danışacağıq. Daha doğrusu Azərbaycan dilində günümüzə gəlib çatan əlyazmalardan. Hər birinin öz hekayəsi, öz taleyi olan bu nümunələr institutun 7 saxlancında mühafizə edilir. Burada ərəb, fars və türk dillərində yazılmış əlyazmalara rast gəlmək mümkündür. Ümumilikdə 40 mindən artıq materialın qorunduğu bu məkanda 13 mindən çox əlyazma saxlanılır. Bu əlyazma nümunələri içərisində müxtəlif elm sahələri mövcuddur. Burada ədəbiyyat sahəsi, dil sahəsi, tibb sahəsi, astronomiya haqqında müxtəlif kitablar mövcuddur. Tarix haqqında müxtəlif kitablar mövcuddur. Əlyazmalar institutunda qorunan materiallar həm istər Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında, hazırlanmasında, istərsə də Azərbaycan tarixinin mənbələr əsasında öyrənilməsində çox mühüm amildir. Bu sənədlər içərisində əsas fərmanlar əsasən torpaqların paylanması, hakimlərin müəyyən ərazilərə, bölgələrə təyin edilməsi haqqında verilən fərmanlarda və yaxud hər hansı bir şəxsin təltif olunması, müəyyən nişanlarla təltif olunması haqqında verilən fərmanlardır. Məsəl üçün, bu fərman Mirzə Kazım bəyə Şəri Xurşid nişanının verilməsi ilə bağlıdır. Nəsrəddin Şahın fərmanıdır. Bəli. Bu Nadir Şah dönəmidir. Nadir Şah 18-ci əsrə aiddir. Bu da demək Şəkiyə hakimin təyin olunması ilə bağlı verilən Nadir Şahın fərmanıdır. Şah Abbasın misal üçün olmalıydı burada səhv eləmirəmsə. Bəli. 16-17-ci əsrə aid olan bir fərmandır. Tutaq ki, vəsiyyətnamə. Biz Gövhər ağanın vəsiyyətnaməsini göstərmək istədik sizə. Bir məsələn qeyd edim ki, Gövhər ağa vəsiyyətnamənin itinməsi üçün hətta onu bildiyim qədər Gövhər ağa məscidinin sütunlarına belə işlətmişdi. Ən qədim əlyazma hicri təqvimlə 748-ci ilə, miladi təqvimlə isə 1347-ci ilə təsadüf edir. Ən müasir əlyazma isə hicri təqvimlə 1367-ci, miladi təqvimlə isə 1947-ci ilə aiddir. Azərbaycan dilində qrammatikaya aid olan əlyazmalar çox azlıq təşkil edirlər. Ən qədimi qeyd elədiyim kimi 748-ci hicri təqvimlə 748-ci ilə aiddir. Ən müasiri də 1947-ci ilə aiddir. Bu əlyazmalarda Azərbaycan dilinin quruluşu, leksik və morfoloji quruluşu haqqında məlumat verilir. Qrammatikaya aid olan Azərbaycan dilində olan nüsxələrin müəllifləri bəlli olmasa da, fars və ərəb dilində yazılmış nüsxələrin katibləri bəllidir. Yəni onlardan bəziləri, məsələn, Əbdülqəni Nuxəvi Xalisə Qarizadənin katibliyi ilə yazılmış qrammatikaya aid əsərlərimiz çoxdur bizdə. Bu əlyazmaların yüzillər boyunca qorunub saxlanılması üçün xüsusi şərait yaradılıb. Temperatur, rütubət və işıqlandırma daim nəzarətdə saxlanılır. Gördüyünüz kimi saxlanışlarda 12-ci, 13-cü əsrdən üzü bəri əlyazmalarımız mühafiz olunub saxlanılır. Əsas amil burada hava şəraitidir. Temperatur 18-23 dərəcə sabit temperaturun olması və nisbi rütubətin sabitliyi əsasdır. Bunlar qorunduğu müddətcə və həşərat dediyimiz mikro canlılara qarşı qorunması olduqdan sonra təcrübə göstərir ki, əsərlər uzun müddət yaşaya bilir. Olduqca kövrək olan bu vərəqlər xüsusi yanaşma, səbr və diqqət tələb edir. Gördüyünüz kimi bu əsər 1214 tarixli, hicri tarixli əsərdir. Kimin əlində olubdursa, onun şəraitinə görə gördüyünüz kimi qapaq hissədən göbələklənməyə başlayıb. Bu göbələklənmə əməkdaşlarımız tərəfindən əvvəlcə dərmanlı dolablarda saxlanılacaq. Oradakı mikro aləmin hərəkətliliyi nəzərətə alınacaq. Daha sonra kağızdakı
yorğunluq dediyimiz liflərindəki aşınmalar, oksidlənmələr və yaxud da göbələklənmə nəticəsindəki zədələnmələrin qarşısı alınacaq. Bərpa prosesi hər əsərin özünə görə, vərəqin öz xüsusiyyətinə, xarakteristikasına görə dəyişir. Kimi zaman bir gün, kimi zaman bir həftə. Bununla dəqiq bir tarix, vaxt demək mümkün olmur. Çünki elə kağızlar var ki, bir həftə çəkir bərpası. Bir də düşünün ki, artıq 100 səhifəlik, 200 səhifəlik bir kitabın nə qədər bir zaman tələb etdiyini bərpasına. Gördüyünüz kimi bitmiş bir əsərimizdir. Dəftərlər halında. İndi bu artıq preslənmə dediyimiz hissəyə gedəcək ki, vərəqlərdə düzgünlük alınsın. Sonra bu dəftərlər cildçilər tərəfindən tikilmə prosesi gedir. Tikilir, kitab halına salınır. Sonra cildçi əgər üzərindəki qapaq tarixi, əhəmiyyətli, üstündəki ornamentlərinlə tarixi dəyəri öz üzərində daşıyan bir qapaqdırsa, yenə əslinə uyğun olaraq keçi dərisindən bərpa olunur. Bu məkandan çıxarkən insan anlayırdı ki, burada qorunan təkcə kağız üzərindəki yazılar deyildi, zamanın özü idi. Səssiz rəflər arasında gəzərkənsə, keçmişlə bugün arasındakı görünməz bağ daha aydın hiss olunurdu.